Hello everyone, herkese salam, əziz 5-cilər. Bugün biz sizinlə İngilis dili 5-ci sinif kitabının izahını verəcəyik. Səhifə 75-də yerləşən unit 5 və 6-nın qaydalarına ümumi bir nəzər yetirəcəyik. Gəlin ilk tapşırıqla başlayaq. İlk öncə bizi vocabulary qarşılayır. Vocabulary bölməsi 4-ə qədər burada sözlər verilib və qarşısında onlarla bağlı cümlələr. Gəlin onları birləşdirək. I have dinner at a restaurant on Sundays. Deməli, I take a shower in the evening. I do my homework afternoon. Deməli, I do my homework in the afternoon. I take a shower in the evening. I have a dinner at a restaurant on Sundays. 2 ilə davam edirik. Complete the sentences with the words below. Deməli, burada verilən sözləri biz boşluqlara qoymalıyıq. Birincisini qoyublar. Gəlin ikincisinə baxaq nə qoymalıyıq. Arthur and Dylan watch. Watch deyirsə təbii ki movies olacaq. Filmlərə baxırlar. Həftə sonu Lola listens to music olacaq. Lola axşamları musiqi dinləyir. I like to hang out with my friends. Deməli, mən xoşlayıram dostlarımla görüşməyi şənbə günləri. Davam edirik. Look at the images and choose the correct words. Şəkillərə baxıb doğru sözü seçməliyik. I like PA yoxsa maths. Maths riyaziyyat idi. Doğru cavab PA, yəni idman dərsi olacaq. I hate science and music. Piano gördüyümüzə görə təbii ki music. I don't like maths, yoxsa art. Art incəsənəti, təsvir incəsənət, doğru cavab maths olacaq. I love science and history, doğru cavab history olacaq. Read the question and answer them. Where do you go to clean your rooms, clean your hands, daha doğrusu. Restroom. Have lunch. Lunch'ımızı harda edirik? Deməli, ilk olaraq onu deyim ki, clean your hands. Əllərinizi harda yiyorsunuz? Restroomda. Have lunch. Lunch'ınızı harda edirsiniz? Harda edirdik? Məktəbdə lunchları kantində. Talk to a teacher. Müəllimlə harda danışırsınız? Müəllimlər otağında. Read a book. Kitab harda oxuyursunuz? Deməli, library'də, kitabxanada. Gəlin indi bunları yazaq. Bəli uşaqlar, yazdıq sözlərimizi. İndi isə keçək tapşırıq 5-ə. Make affirmative and negative sentences. Deməli, negativ və təsdiq cümlələr qurmalıyıq verilən cümlələrdən. Deməli, birincisini ilk olaraq veriblər inkarda olduğuna görə. Baxın, burada bizə işarə ilə verir ki, inkarda olmalıdır. We don't do homework on the weekends. Burada bizdə təsdiq cümləsi verdiyinə görə elə təsdiqdə də yazacağıq. They-də have olduğu kimi qalır. They have dinner at home on Fridays. Üçüncüyə baxırıq. They be bizə burada verib müsbət cümlə, ona görə elə yazırıq. Take a shower deyir. Tək isimlərdən sonra gələn feillər s aldığına görə takes a shower olacaq. Takes a shower in the evening. Baxırıq mötərizənin içində bizə mənfi verilib. Ona görə mənfi cümlə yazacağıq. İnkarda bir cümlə yazacağıq. Edmund. Tək olduğuna görə olacaq. Doesn't play soccer at school.
Bunu da bitirdiyimizə görə davam edirik. Ask question and give short answers. Sual ver və qısa cavablar ver. Deməli, sualları yaradırıq və onlara qısaca cavab veririk. Müsbət və mənfi suallar olacaq. Gəlin baxaq ikincisinə. Your friend and have lunch at home. Müsbətdə olduğuna və feilimiz təkdə olduğuna görə olacaq does. Daha sonra gələcək bizim mübtədamız your friend. Have lunch at home. Bəli, baxırıq mötərizədə verilən bizə cavabımız deməli təsdiqdə olmalıdır. Çünki mötərizədə bizə üstəgəl işarəsi verilib. Bu da onu bildirir ki, cavabımız təsdiqdə olmalıdır. Does your friend have lunch at home? Sənin dostun evdə nahar edir. Sualı da biz təsdiqdə yes, he ya da she. Yəni dostumuzun cinsiyyətini bilmədiyinə görə hər ikisi ola bilər. Yes, he ya da she does. Belə qısa cavab verə bilərik. Gəldik 3-ə. Burada baxırıq ki, bizim mübtədamız cəmdədir. Ona görə do ilə verəcək. Burada niyə does-la verdik? Çünki friend təkdə idi. Do your parents help at the animal center? Cavabımız olmalıdır təsdiqdə. Ona görə deyirik ki, yes. Və your parents cəmdə olduğuna görə they do. Gəldik 4-cüyə. 4-cüdə cavabımız inkarda olmalıdır. Your teacher. Baxırıq ki, mübtədamız təkdədir. Ona görə belə olacaq. Does your teacher play the guitar? İnkarda olduğuna görə deyirik ki, no. Və teacher yenə təkdədir və biz onun cinsiyyətini bilmədiyimizə görə ya she ya he hər ikisi olur. Yes, she ya da he. No, daha doğrusu no. He, she doesn't. Cavabımız inkardadsa mütləq inkar hissəciyini feilin sonunda verməliyik. Tapşırıqlarımız bu səhifədə bitdi. Davam edirik növbəti səhifə ilə. Ask question for the underlined words in the answers. Deməli, sual verdir. Altına xətt çəkilən sözlərə sual cümləsi qurmalıyıq. Burada for example üçün verilib at home, yəni harada. Ona görə sualı qruplar where do you have lunch with your parents? Cavabında isə deyir I have lunch with my parents at home. Altına xətt çəkilən sözə uyğun biz sual verməliyik. Gəlin elədirsə o zaman başlayaq. Baxırıq ikinci cümlədə altından saatın altından xətt çəkilib 7 AM. Deməli biz saata sual verməliyik. Saatı necə soruşurduq? What time ilə soruşurduq. Ona görə yazırıq what time. What time? Daha sonra mübtədamız şey olduğuna görə sualı necə yaradırdıq? Does-la. Does she get up? Deməli, o saat neçədə yuxudan durur, oyanır. She gets up at 7 AM. Belə, eyni qayda ilə digər cümlələrində altından xətt çəkilən sözlərə baxaraq sual verəcəyik. 3-də görürük they play volleyball with their friends on weekends. Burada play volleyball
sözünün, cümləsinin deməli altına xətt çəkilib və biz ona uyğun indi sual verməliyik. Gəlin yazaq. Deməli, nə oynadıqlarını soruşmaq üçün sual veririk ki, what? Daha sonra deməli, cümlənin mübtədası they olduğuna görə do they play with their friends? What do they play with their friends? Onlar öz dostları ilə nə oynayırlar? They play volleyball with their friends on weekends. Onlar, burada cümlənin tamamını mən çatdıra bilmədim. Siz tamamında on weekends də yaza bilərsiniz. Qısaca what do they play də yaza bilərsiniz. Onlar nə oynayırlar dostları ilə? Onlar dostları ilə voleybol oynayırlar həftə sonları. Gəldik 4-cüyə. 4-də baxırıq ki, listen to music altından xətt çəkilib. Deməli, biz həmin hissəyə sual verməliyik ki, sən nə dinləyirsən deyə sual verə bilərik. Gəlin sualımızı quraq. What? Burada I deyə cavab verirsə, deməli, buna sən deyə sual soruşurlar. What do you listen to? Listen to. What do you listen to? Sən nə dinləyirsən? I listen to music in the evening. Mən axşamları musiqi dinləyirəm. Belə də sual vermək olar ki, what do you do? Sən nə edirsən? What do you do? I listen to music in the evening. Mən musiqi dinləyirəm. Axşamları şəklində də cavab verilə bilər. Belə, keçdik 8-ə. Complete Jason's routine with the verbs below. Deməli, Jason'ın rutinini tamamlamalıyıq verilən sözlərlə. Gəlin baxaq. Hi, I am Dale and this is my friend Jason. He is a student. He gets up at 6 a.m. and he breakfast sözünü görürüksə, deməli, have olacaq, düzdürmü? He-də də have nə olur? Has. He has breakfast with his family. He the train to school. Deməli, burada the train görürüksə, o nə edir? Məktəbə qatarla gedir. He takes the train to school. Deməli, not take. Birinci deməli not take olacaq. Daha sonra take olacaq. Çünki burada not take də var. Düzəldək. He not take veriblərsə, o zaman doesn't. İnkarımız belə olacaq. Doesn't take. The train to school. He takes. Not take istifadə elədik. Take-dən də bir dəfə istifadə elədik. İkincisi qalıb. He takes the bus. O, yəni avtobusla gedir. Daha sonra lunch sözünü görürüksə, have olmalıdır. Düzdürmü? Have lunch olur. Çünki bu zaman he-də has olacaq. He has lunch at school. Then he soccer görürük. Oynayırlar. Deməli play olacaq. Then he plays. Present simple-da he-dən, she-dən, it-dən sonra gələn feillər s qəbul edirdi. Təsdiq cümlələrində bir daha yadınıza salmaq istədim. Daha sonra he goes home at 5 p.m. but his homework. Deməli, but verirsə, uşaqlar burada but bağlayıcısını görürüksə, deməli, ikinci tərəfdə nəsə bir inkarlıq bildirən söz olacaq. Not do olar. Bu da çox güman ki, ancaq o ev tapşırıqlarını etmir. He doesn't do his homework. He watch TV-yə görürük ki, burada TV var, ona görə watches TV. He have artıq üçüncü dəfə istifadə eləməliyik. He has dinner. And take-i də ikinci dəfə istifadə edirik. Çünki take a shower olur. Deməli, takes a shower and he goes to the bed.
Tamamladıq Jason'ın rutinini, davam edirik. Write about your weekend. Use the phrases below and affirmative and negative forms of the verbs. Deməli, öz həftə sonu haqqında yazmağınızı istəyir. İstifadə eləməlisiniz bu phrasal verblərdən. Təsdiq və inkar formalarında. Gəlin qısaca mən sizin üçün for example yazım. Daha sonra keçək növbəti tapşırıqlara. Bəli uşaqlar, mən sizin üçün balaca bir mətn yazdım. For example olsun sizə də. Amma siz eynisini yazmayın. Özünüz üçün əlavələr edə və yaxud da bəyənmədiyiniz hissələri çıxara bilərsiniz. For example kimi istifadə edə bilərsiniz. Deməli, gəlin baxaq mən nə yazmışam. On weekends, həftə sonları I get up early and I have breakfast. Daha doğrusu mən erkən oyanıram və səhər yeməyimi edirəm. After that, sonra I like to hang out with my friends. Mən xoşlayıram dostlarımla görüşməyi. Sometimes we go to the park or visit a museum. Bəzən biz parka və ya da muzeyə gedirik. In the afternoon, günorta, we have lunch together. Biz birlikdə qəlyanaltı edirik. Later, I do my homework and then have dinner. Sonra mən ev tapşırıqlarımı edirəm və daha sonra axşam yeməyi yeyirik. Before going to the bed, I relax and think about the day. Yatmağa getməzdən əvvəl istirahət edirəm və günü düşünürəm. Bu mənim bu frazalardan yaratdığım qısaca mətn idi, qısa mətn idi. Siz öz istədiyiniz şəkildə də yaza bilərsiniz. Check your progress. Gəldik bura, öz inkişafını yoxla. I can talk about routines and free time activities. Deməli, mən artıq öz rutinim və boş vaxtlarım haqqında danışa bilirəm. Təbii ki, artıq danışa bilirik. Use the simple present and discuss routines and free time activities. Biz present simple-dan istifadə edərək rutinlərimiz və boş vaxtlarımız haqqında diskussiya apara bilirik. Məncə bu da okeydir. Talk about your subject and place at school. Biz məktəb fənləri və məktəbdəki yerlər haqqında da danışa bilirik. Use a simple present in third person that describe activities at school. Biz present simple-dan istifadə edərək üçüncü şəxsin məktəbdəki aktiviteləri haqqında aktivitələrini daha doğrusu describe edə bilirik, yəni təsvir edə bilirik. Məncə bu da okey. Davam edirik. Learn to learn. My dictionary, write an example. A sentence with the new words. Breakfast, I have breakfast with my family. Drive a picture to. Deməli, breakfastda biz bir for example cümlə veriblər və burada drive a picture to, yəni şəkil çəkmək də həmçinin yəni çəkə bilərsiniz. Səhər yeməyini təsvir edən bir şəkli. Ürəyiniz istədiyi şəkli çəkə bilərsiniz. Burada da for example kimi göstərilib. Davam edirik. Yeni unitə başlayırıq. What's he wearing? O nə geyinib? Gəlin baxaq unit goals. Yəni bu unitdə öyrənəcəklərimiz nələrdir? Talk about clothes. Geyimlər haqqında danışacağıq. Read the chat between two friends. İki dost arasında keçən söhbətləri, yazışmanı oxuyacağıq. Listen to a friend describing his sister. Dinləyəcəyik bir dostun öz bacısını təsvir eləməyini. Learn about the Bedouins. Bedouinslər haqqında öyrənəcəyik. Bedouinslər kimlərdir? Deməli, ənənəvi köçəri həyat tərzi sürən və əsasən Şimali Afrika, Yaxın Şərq və Aralıq dənizinin cənub bölgələrində yaşayan bir etnik qrupdur. Onlar adətən çöllərdə yaşayır və heyvandarlıqla, xüsusən də dəvə və qoyunçuluqla məşğul olurlar. Bizim dildə bədəvilər də deyilir. Bədəvilər çox vaxt özlərinin müstəqil qəbilə və ənənələrə sadiq yaşam tərzlərini qoruyurlar. Bunun haqqında öyrənəcəyik. Talk about an image of someone's clothes.
Deməli biz kiminsə paltarlarını, geyimlərini, paltarının şəkli haqqında danışa biləcəyik. Birinin paltarlarının şəkli haqqında, bəli, haqqında danışacağıq. Gəlin baxaq. Think, burada bizi bir düşün qarşılayır. You are what you wear. Do you agree? Deməli bu ifadə you are what you wear, belə deyə bilərik. Sən geyindiyinsən, yəni sən nə geyinsən osan deməkdir. Daha açıqlasaq bunu, bu ifadə insanın geyim tərzinin onun şəxsiyyəti və xarakteri haqqında bəzi məlumatlar verdiyini bildirir. Yəni birinin geyimləri onun kim olduğunu və necə göründüyünü göstərir. Bu ifadə geyimin insanın xarici görünüşünü və bəzən daxili dünyasını necə əks etdirdiyini vurğulayan bir fikirdir. Do you agree? Agree isə razılaşmaq deməkdir. Yəni sən razısan, deyir bu fikirlə. Hərəmizin müxtəlif fikirləri ola bilər uşaqlar bu mövzuda. Amma mən təbii ki razıyam bu fikirlə. Çünki insanlar yəni necə göründüklərindən, necə geyindiklərindən daha doğrusu onların necə biri olduğunu çox az da olsa təxmin eləmək mümkün olur. Geyim tərzlərindən belə deyək. Elədirsə mən özüm üçün, razı olduğum üçün qısaca bir buna cavab yazacağam. Sizin üçün də əgər aranızda razı olmayanlar varsa, onlar üçün də bir for example yazacağam. Həm razı olanlar, həm də narazı olanlar. Yəni bu fikirlə razı olmayanlar üçün qısa bir cavab yazacağım. Bəli uşaqlar, mən fikirlərimi yazdım. Bir də yazmışam ki, yes, I agree. Clothes show who we are and how we feel. Bəli, mən razıyam. Paltarlar kim olduğumuzu və necə hiss etdiyimizi göstərir. 2-də isə no, I don't agree. Clothes don't always show who we are inside. Yəni paltarlar həmişə kim olduğumuzu göstərmir. Yəni paltarlar yalnız xarici görünüşümüzü göstərir, amma daxili şəxsiyyətimizi və hisslərimizi ifadə etmir şəklində yazmışam. Siz də buradan örnək alaraq öz fikirlərinizi yaza bilərsiniz. Gəlirik növbəti səhifəyə. Vocabulary in context. Deməli, biz kontekst daxilində vokabulyar öyrənəcəyik. Gəlin baxaq. Burada bir dinləmə var. İlk öncə həmin dinləməni edək. Daha sonra tapşırıqları yerinə yetirərik. A big red sweatshirt, blue jeans, a black jacket, green pants, white shorts, white sneakers, a red and blue shirt, a blue t-shirt, black shoes. Bəli uşaqlar, dinləməni elədik və dinlədiyimiz sözləri boşluqlara yazdıq. Gəlin oxuyaq. A big red sweatshirt, böyük qırmızı sweatshirt, blue jean, mavi jeans, a black jacket, qara kurtka, belə deyək, green pants, yaşıl şalvar, white shirts, ağ şortik, white sneakers, ağ idman ayaqqabısı, a red and blue shirt, qırmızı və mavi köynək, a blue t-shirt, mavi qısa qol köynək, black shoes, qara ayaqqabı. Geyimlər haqqında məlumatları aldıq. Gəlin indi isə davam edək. Which clothes in the boxes in exercise 1 do you like? Tell your partner. Deməli, hansı exercise 1-dakı hansı paltarları xoşlayırsan, öz partnerinə de. Hansıları xoşlayırsanızsa, öz sinif yoldaşlarınızla bu haqda müzakirə apara bilərsiniz. Gəlin 3-ə baxaq. Find out one out. Fərqli olanı seçməliyik. Baxırıq ilkə birincisinə jeans, pants, sweatshirt. Burada sweatshirt niyə fərqlidir? Çünki jeans və pants hər ikisi şalvar növüdür, amma sweatshirt köynəkdir.
T-shirt, sneakers və shirt. Baxırıq, burada t-shirt və shirt hər ikisi də köynəkdir, amma sneakers nədir? İdman ayaqqabısıdır. Ona görə fərqli olan o olacaq. 3-ə baxırıq, shorts, jacket və sweatshirt. Jacket və sweatshirt üst geyimidir, amma shirt deyil, alt geyimdir. 4-ə baxırıq, jacket, pants, shirts. Deməli, jacket üst geyimdir, pants şalvardır, shirt isə şortikdir. Burada fərqli olan jacket olacaq. Daha sonra 5-də shoes, sneakers, shirt. Burada da olan fərqli olan shirt olacaq. Çünki shoes və sneakers ayaqqabı növləridir. Use it. Copy the chart to your notebook. Write the names of clothes you wear in the chart. Then tell your partner. Deməli, öz dəftərində həmin chartı yazırsan və geyimlərin adlarını da yazırsan. Öz geyindiklərini, daha sonra öz partnerinə danışırsan. Clothes I wear at school, clothes I wear on weekends. Deməli, məktəbdə nə geyinirəm, həftə sonları nə geyinirəm. I wear shoes at school, I wear sneakers on weekends. Mən deməli, məktəbdə ayaqqabı geyinirəm, amma həftə sonları idman ayaqqabısı geyinirəm. Və yaxud burada yaza bilərsiniz ki, mən geyinirəm shirt, yəni baxın, belə bir köynək. Amma həftə sonları t-shirt geyinirəm. Məsəl üçün, yəni qısa qol köynək. Bu şəkildə yaza bilərsiniz. Dediyim cümləni yazdım. Gəlin indi sonuncu 5-ci tapşırığa baxaq. What are your favorite clothes? Tell your partner. Sənin favori geyimin hansıdır? Öz partnerinlə danış. Bunu ona de. My favorite clothes are my sneakers and sweatshirt. Mənim sevimli geyimlərim, mənim sneakerlərim, yəni idman ayaqqabılarım və sweatshirtlərimdir. İndi sweatshirtimi daha doğrusu. İndi burada sizin üçün fərqli ola bilər həmin geyim növləri. Onlar haqqında öz sinif yoldaşlarınızla danışa bilərsiniz. Belə uşaqlar, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.